Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel mursalin nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Rabbi şrah li sadri ve yessir li emri ve ahlul uqdeten min lisani yefqahu qavli emma ba'd. Deməli, bizim Allahın adları və sifətləri haqqında mövzumuz davam eləyir. Bu barədə artıq 33-cü dərsə gəlib çatmışıq. Allah həmd olsun. Və bugün götürəcəyimiz ad Allahın Əl-Məcid adıdır. Əl-Məcid və mənası şan, şöhrəti, sifətləri geniş olan, tərifə layiq bu mənadadır. Və Allah Subhanahu Taala'nın adları dediyimiz kimi mütləq dəlillə əsaslanmalıdır. Ya Quranda gəlməlidir, ya da hədislərdə. Allah Subhanahu Taala bu adı Quran-ı Kərimdə 2 dəfə zikr eləyib və buyurur ki, Hud surəsinin 73-cü ayəsində Rahmetullahi və bərəkatuhu aleykum əhləl beyt innehu hamidun məcid. Yəni İbrahim əleyhissalam evinə qonaqlar gəlir, mələklər gəlirlər və onlar belə deyirlər ki, ey ev əhli, Allahın rəhməti və bərəkəti sizin üzərinizədir. Həqiqətən o, yəni Allah tərifə layiqdir. Tərifə layiqdir, şan şöhrətlidir. Və burada Əl-Məcid adı keçdi. Və həmçinin də Buruc surəsinin 14 və 15-ci ayələrində Allah Subhanahu Taala 14-cü ayəsində buyurur ki, və huvəl gafurul vadud zul arşil məcid. 15-ci ayədə Məcid adı keçdi. Və burada da Allah Subhanahu buyurur ki, yəni çox bağışlayan da, çox sevən də odur. Ərşin sahibidir, şan şöhrəti uca olandır. Yəni şan şöhrəti uca olan. Və alimə Şeyx Abdurrazaq Həbsalla zikr edir ki, Əl-Məcid adı Allahın bir mənaya dəlalət eləmir. Bu ad bir mənaya dəlalət eləmir. Bir neçə sifətin mənasını özündə əhatə edir. Və onun mənasına gəldikdə isə o adın mənalarından sifətləri geniş olan, əzəmətli olan, yəni Allah Subhanahu Taala'nın vəsfləri, sifətləri o qədər genişdir ki, mümkün deyil ki, onları vəsf eləyəsən. Məsələn, Rəzzaq, ruzu verən, ruzunu verməsini mümkün deyil ki, onu vəsf eləyəsən. Məcid də onun, yəni o sifəti. Həmçinin böyüklüyü, həmçinin bağışlaması, rəhməti və s. Yəni deməli, onun sifətləri genişdir, əzəmətlidir və həmçinin də onun sifətlərinin hörməti, dəyəri çox böyükdür. Və həmçinin də Məcid adı dedik ki, Allahın sifətlərinin əzəmətinə, çoxluğuna, genişliyinə qayıdır. Yəni Allahın sifətlərinin əzəməti Məciddir. Yəni tərifə layiqdir. O qədər əzəmətlidir, o qədər çoxdur, o qədər genişdir ki, insan onu yəni dərk eləyə bilməz. Və həmçinin də onun mülkünün əzəmətinin böyüklüyüdür. Yəni onun mülkü əzəmətlidir, çoxdur. Sultanlığı, hökmdarlığı ucadır, böyükdür. Və mütləq olaraq kamil tək ilahdır və onun mütləq olaraq deməli ucadır, mütləq olaraq ən gözəl olan odur. Və qullar da mümkün deyirlər ki, öz elmləri ilə bu sifətlərdən hər hansı birini tam şəkildə əhatə eləyə bilsinlər. Biz nə qədər Allah hər hansı bir vəsfində tərifləsək, mümkün deyil ki, o tərif ən kamil olsun. Xeyr, Allah ondan daha kamil və daha gözəldir. İnsan onu dərk eləyə bilməz. Və Allah Subhanahu Taala hər şeydən əzəmətlidir, hər şeydən böyükdür, hər şeydən ucadır, hər şeydən gözəldir. Və Allahın bu vəsfləri Allahın qullarının, onun sadiq dostlarının qəlbində ucadır, böyükdür. Qəlbləri Allahın əzəməti ilə, böyüklüyü ilə, ona boyun əgməsi ilə, zəlilliyi ilə, ona ibadətlə dolub. Yəni hər bir qul, həqiqi Allaha qulluq edən, əgər bir qul həqiqi Allahın quludsa, bu sifətlər onun qəlbində əzəmətli olmalıdır. Sevdiyini Allah üçün sevməlidir. Nifrəti Allah üçün olmalıdır. Və Allahın sevdiyi hər bir şeyə yönəlməlidir. Allahın sevmədiyi hər bir şeydən qaçmalıdır. Ona görə də insanın qəlbində nə qədər Allahın vəsfləri, Allahın adları, Allahın sifətlərinin elmi böyük olarsa, o insan Allahdan daha çox qorxacaq. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm nə deyir? Sizin Allahdan ən çox qorxanınız mənəm, çünki Allahı ən çox mən tanıyıram. İnsan nə qədər Allaha böyüklüyünü uca tutarsa, qəlbində o vəsfləri, adların mənalarını böyük tutarsa, o Allahdan qorxacaq.
Ona görə də məsələn görürsən ki, qardaşlar, insanlar var ki, yəni günahlar içindədirlər, günahlara gecə gündüz meyl edirlər. Bunlar hamısı nədir? Onların nəfslərinin sevgisi, nəfslərində olan hər hansı bir şey Allahın sevgisindən ya üstündür, ya bərabərdir. Allah qorusun. Ona görə insan gərək Allahın sevgisini, Allahın qorxusunu qəlbində əzəmətli tutsun. Onda Allahın övliyasına, Allahın o sadiq dostuna çevriləcək. Əsl mömin belə olmalıdır. Və Allah Subhanahu taala özünü öz kitabında bir çox ayələrdə uca tutub, tərifləyib və əksinə bütün Quran hamısı Allahı böyük tutmaqla, onu əzəmətləndirməklə doludur. Elə bir ayə yoxdur ki, Qurani-Kərimdə ki, orada Allahın adlarından, gözəl adlarından və yaxud da ki, uca sifətlərindən və hikmətli feillərindən bir söz olmasın. Elə bir ayə tapa bilmərsən. Bütün ayələr bununla doludur. Məsələn, Qurani-Kərimdə ən əzəmətli ayə hansıdır? Ayət-ül Kursi. Bilirsiniz ki, onun çox böyük yeri var. Məsələn, namazdan sonra oxunduğu zaman Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, kim onu namazdan sonra oxuyarsa, onunla ölüm arasında, onunla cənnət arasında yalnız ölüm dayanar. Və yaxud da məsələn gecə kim onu oxuyarsa, Allahdan bir qoruyucu gələr və onu səhərə kimi qoruyar. Yəni bu ayənin çox əzəmətli, Quran-Kərimdə ən əzəmətli olan ayədir. Və bu ayənin özündə Allahın elə 5 adı zikr olunur və həmçinin də 20-dən çox sifəti vəsf olunur. Yəni Allah Subhanahu bu ayədə təkcə bir dənə bu ayədə özünün 5 adını və 20-dən çox sifətini zikr edib. Həmçinin İxlas surəsi. İxlas surəsi nədir? Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, kim onu o Quranın 1/3-nə bərabərdir. Yəni Quran 3 hissədən ibarətdir də. Quran var əhkamlar, Quranda əhkamlar var, yəni halal, haram, mübah, həmçinin də müstəhəb, məkruh. Bu bir hissəsidir Quranın. Quranda var qissələr, peyğəmbərlərin qissə. Bu ikinci hissəsidir, üçüncü də tövhiddir. Və bu da İxlas surəsinə aiddir. Quran 3/1-nə bərabərdir. Hətta bu surəni ümumiyyətlə bilirsiniz də bu surəyə görə bir insan Allahın sevgisini qazanır. Yəni daima namazda bunu oxuyur. Və Peyğəmbər sallallahu əleyhi və səlləmə gəlib deyirlər ki, soruşun gör niyə görə o İxlas oxuyur daima? Deyir orada Allahın adları var, sifətləri var, mən onları sevirəm. Deyir şahid olsun ki, Allah da onu sevir. Deməli kim Allahın adlarını və sifətlərini sevərsə, bu insanı nəyə qazandırar? Allahın onu sevməsini. Həmçinin Fatihə surəsi. Fatihə surəsi Qurani-Kərimdə ən əzəmətli surədir. Və Qurani-Kərimin Fatihə surəsi Allahın yəni tərifləməklə, onu uca tutmaqla, yəni başlayan bir surədir. Məsələn, məşhur hədisdir də, Əbu Hüreyrə radiyallahu anh gələn hədisdə, ümumiyyətlə insan namaz qıldığı zaman ixlaslı olmalıdır. Oxuduğu hər bir ayənin mənasını bilməlidir. Bax, fikir ver. Allah Subhanahu nə deyir? Hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, Allah Subhanahu belə dedi. Qasamtu salate beyni və beynə abdi nisfayni. Deyir, mən deyir namazı qulumla öz aramda 2 yerə böldüm. Namaz deyəndə bu Fatihə surəsidir. İnsan bunu oxuduğu zaman Fatihəni bunu hiss eləməlidir. Fatihə surəsində Allah Subhanahu 2 yerə bölüb qulu ilə öz arasında. Və li abdi ma sa'ala və qulum üçün nə istəyir o da veriləcək ona. Qulum nə istəyirsə o veriləcək ona. Qul dediyi zaman deyir ki, fəizə qaləl abd, qul dediyi zaman elhamdülillah rabbil alamin nə deməkdir? Aləmlərin Rəbbi olan Allah həmd olsun. Allah nə deyir o zaman? Deyir ki, həmidəni abdi, qulum məni həmd etdi. Və Allah Subhanahu qul dediyi zaman ki, Ər-Rahmanir-Rahim, Allah nə deyir? Əsnə aleyyə abdi, qulum məni təriflədi. Ümumiyyətlə həmdlə tərif arasında fərq var da. Həmd Allahı belə deyək də ən gözəl adlarını, ən gözəl sifətlərini Allaha vəsf eləməkdir. Və o həmdin təkrarlanması isə məsələn Allah məsələn Rəhmandır, Rəhimdir, Qafurdur, təkrarlarsan çox-çox bu isə ancaq tərifdir. Bir dəfə deyəndə həmd olur, amma qalan şeylər vəsf edəndə olur tərif. Ona görə də Allah birinci nə dedi? Qul nə dediyi zaman Elhamdülillah Rabbil Aləm, qulum mənə həmd etdi. Amma dalıca deyəndə ki, Ər-Rahman-Rahim tərif adlandırdı onu. Çünki ikinci Rəhman-Rahim dedi qul orada. Və üçüncü nə deyir? Allah qul dediyi zaman ki, Məlik yevmiddin, Allah nə deyir? Məccədəni abdi, qulum məni təriflədi. Fəizə qalə, qul dediyi zaman ki, İyyəkə nə'budu və İyyəkə nəstəyin, bu qulun Allah arasındadır. Birinci İyyəkə nə'bududur və İyyəkə nəstəyin isə istəməkdir. Yəni qulum İyyəkə nə'budu, biz yalnız Allaha ibadət edirik, yalnız səndən istəyirik və yalnız sənə ibadət edirik, səndən istəyirik. Və deyir ki, Allah bu zaman deyir ki, bu mənimlə qulum arasındadır. Yəni ibadət Allahındır, nə'budu.
Nəstəyin isə kimindir? Qulundur. Ona görə burada da alimlər incə bir şey gətirirlər ki, Quran-Kərimin gözəlliklərindəndir ki, Allah ibadəti istəməkdən qabağa saldı. Niyə görə? Çünki birinci Allahın haqqı gəlir, sonra da qulun haqqı. Həmçində istəmək də ibadətdir. Niyə görə Allah istəməyi ibadətdən qırağa çıxartdı burada? Çünki ibadət məqsədindən istəmək yalnız Allah olur. Bir quldan istəyə bilərsən, amma o şey ki, ona ancaq Allah qadirdir, yalnız ondan Allahdan istənilməlidir. Və həmçində sonra qul dediyi zaman ki, İhdinə sıratal müstəqim, sıratal ləzin ən'amtə aleyhim qayril məğdubi aleyhim və ləddallin, bizi doğru yola yönət, nemət verdiyin kəslərin yoluna, qəzəbə uğramışların və zəlalətə düçar olanların yoluna yox. Və bu da qulum üçündür və quluma istədiyi veriləcək. Və fikir verin, burada da Quranın möcüzəsi var. Burada Quranın möcüzəsi nədir? Deməli, ən'amtə dedi Allah. Ən'amtə, yəni ki, nemət, ən'amtə aleyhim. Yəni ki, nemət verdiyim kəslərin yolundan. Sən nemət verdiyin. Neməti kimə nisbət etdi Allah? Qul, Allaha. Deməli, nemət Allahdandır. Amma məğdubla dallin sözü nisbət olunmur ki, məsələn, o qeyri-məni kimi gəlir, məhsulda gəlir. Yəni, qəzəbə uğradılmış, Allah nisbət etməli ki, Allah qəzəbə uğradır və yaxud da ki, zəlatə saldı. Allah zəlatə, xeyr. Bunlar hamısı qulunu özünə qayıdır deyənə, Allah Subhanahu burada öz qul üçün bunu şey elədi ki, insanın başına nə gəlirsə, zəlatə düşməsi də, azması da qulun özündəndir. Sadəcə qul onu istəyir ki, Allah da onu şeyi müvəffəq edir. Bax, bu Fatihə surəsi. Həmçinin, bax, fikir verin, namaz. Namazın bütünlüklə Allaha sənadır, təzimdir, Allaha böyük tutmaqdır, həmd etməkdir və Allahı tərifləməkdir. Bütün namaz bundan ibarətdir. Ona görə insan bu şeyləri namazda dərk eləməli. Biz elə quru-quru qılırıq. Yox. İnsan hər bir sözün mənasını başa düşəndə, deyəndə onun namazı ona ləzzət edir. Məsələn, bax, fikir ver. Peyğəmbər nə deyir? Deyir ki, Peyğəmbər başını rukudan qaldırır da nə deyirdi? Rabbənə ləkəl həmd. Mil'u səməvati vəl ard. Və mil'u mə şi'tə. Min şeyin bə'd. Əhlü sənə vəl məcd. Əhəqqu mə qaləl abd. Və kulluna ləkə abd. Allahumma la mani'a limə a'taytə və la mu'tiyə limə məna'tə və la yənfə zəccət minkəl cəd. Və fikir ver, bu zikr eləyir Allah Resulü. Rukudan qalxıdığı zaman. Nə deyir? Ey Rəbbimiz, sənə həmd olsun. Necə həmd? Göylər dolusu, yer dolusu, onların arasında olanlar və bundan sonra dilədiyin şeylər dolusu. Sənə həmd olsun. Ey tərif və şərəf sahibi. Qulunun hamımız sənin qulunuq. Söylədiyi ən doğru söz də budur. Allahım sənin verdiyinə mane olacaq, mane olduğunu da verə biləcək heç kəs yoxdur. Heç bir hörmət sahibinə sənin yanında hörməti fayda verməz. Fikir ver. Namazı içində tərifdir. Həmçinin insanın rukusunda, səcdəsində Allah tərifləyir. Subhan Rabbiyəl azim. Yəni əzəmətli Rəbbim pakdır bütün nöqsanlardan. Subhan Rabbiyəl ə'lə. Yəni uca Rəbb hər şeydən pakdır, təmizdir. Və başqa bir zikir məsələn. Subhanə zil cəbəruti vəl mələkuti vəl kibriyyə vəl azamə. Qüdrət, səltənət, böyüklük və əzəmət sahibi pak müqəddəsdir. Hamısı namazın içindədir bunlar. Və insan təşəkkürdə Allahı tərifləyir. Ət-təhiyyətu lillahi vəs-salavatu vət-tayyibət. Bütün gözəl sözlər, bütün dualar, xoş əməllər hamısı Allaha məxsusdur. Və həmçinin onu uca tutur. Və namazın sonu nədir? İnnəkə həmidun məcid. Həqiqətən sən tərifə layiqsən və həmçə məcidsən, ucasan, böyüksən. Namazın əvvəli də həmdlə, Allahı böyütməklə başlayır, axırı da. Ona görə də insan, subhanallah, zahirində başlayır namaza Allahı eləməklə, amma qəlbi dünyaya bağlıdır. Dünyanla namaza girir, dünyanın namazdan çıxır. Bu necə namaz ola bilər ki? Allah o namazı necə qəbul? Heç vaxt qəbul etməz Allah namazı. İnsan zahiri də, daxili də Allah üçün olmalı. Ona görə görsən namazı Allahu Akbar edin, bütün dünya işləri sənə haram olur. Bütün dünya işləri. Zahirində də, qəlbində də. İnsan ona görə Allah Subhanahu taalanın nəzəri sənin qəlbindədir. Baxır sənin qəlbin namazda hardadır. Ona görə İbn Qeym rəhməhullah gözəl bir fayda gətirir burada. Deyir ki, Əl-Məcid adının qoşulduğu ən gözəl ad Quran-Kərimdə çox vaxt Əl-Həmid adıdır. Necə ki, mələklər İbrahim əleyhissalam ailəsinə belə demişlər ki, Allahın əmrinə təəccübmü edirsən? Ey ev əhli, Allahın rəhməti və bərəkəti sizin üzərinizədir. Həqiqətən o tərifə layiqdir. Yəni həmiddir və məciddir. Yəni şan şöhrətlidir. Yəni həmçinin insan namazın sonunda da ona həmd edir, ona uca tutur. Həmdən məcidlə başlayır, qutarır namazının sonunu.
Və həmçinin də məsələn rukudan qalxdıqda nə deyirsən? Rabbena və ləkəl həmd. Rəbbimiz həmd yalnız sənə məxsusdur. Sən bütün tərifə, ucalığa layiqsən. Və burada fayda var. Nədir fayda? İbadətin əsli iki şeyin üzərində dayanır. Onların birincisi sevgidir, bir də qorxudur və bir də ümiddir. Alimlər gətirirlər ki, sevgi quşdur, qorxu ilə ümid də onun qanadlarıdır. Bunlar olmasa ibadət olmayacaq. Üçü bir yerdə olmalıdır. Və sevgi nədən doğur? O şey ki, sən onun hava sevirsən, onun sənin üzərində olan o yaxşılıqlarını düşündüyün zaman, Allah qədər sənə yaxşılıq eləyən biri varmı? Yəni, kamil o sifətlərinə, sənə verdiyi o neymətlərinə görə, sənə verdiyi o şeylərinə görə, həmdə layiq yalnız odur. Ona görə də həmdə burada gəldi. Məcid də səndə qorxu yaradır. Nədir? Bilirsən ki, ibadət etdiyin Rəbbin, yəni ucadır, hər şey qadirdir, ondan qaçmaq mümkün deyil və hər şey bilir, eşidir, görür və bu da səndə qorxu yaradır və ibadətin əsli sənin qəlbində cəm olur. Ona görə insan, Allahın adları insanda ibadəti kamilləşdirir. Və həmçində fikir verin, təşəkkürün sonunda, burada bu incə bir şey var. Sən, Allah Subhanahu taala, Peyğəmbərimiz bizə nə öyrədib? Bizə öyrədib ki, təşəkkürdə mənə salavat deyin. Salavat nədir? Salavatın mənası. Alimlər deyirlər ki, Allah Peyğəmbərinə salavat dediyi zaman, onu mələklərinin yanında tərifləyir. Qullar, mələklər isə Peyğəmbərə salavat dediyi zaman, onun üçün dua edirlər. Dua edirlər ki, Allah Subhanahu onun dəvətini yaysın, ona bərəkət versin və s. Və Peyğəmbərimiz bizə öyrədib ki, ona salavat deyək. Və salavatdan da axırında Həmidlə Məcid adını zikr edir. İnnəkə Həmidun Məcid, hər iki salavatda. Bu da nəyi göstərir? Yəni, salavat, ümumiyyətlə, Peyğəmbərə salavat, Peyğəmbər üçün istəmək, o bərəkəti istəmək, bu uca bir məqamdır. Və bunun da ən çox hansı ad Allaha uyğundur? O Məcid adına, Həmid adına. Yəni, sən tərifə layiqsən, hər şeyi verə bilənsən, əzəmətlisən. Ona görə də duaların hər birində o ada uyğun adı gətirmək lazım duanın arxasında. Məsələn, Allahdan ruzu istəyirsən, nə ilə dua edirsən Allaha? Ey Razzaq, sən ruzu verirsən, elm ruzusu ver mənə, övlad ruzusu ver mənə, ruzu verən sənsən. Razzaq nədir? İsmi mübaliğa, bol-bol verən. Yəni, bir dəfə verir, dayanmır, bol-bol verir. Həmçinin sən bağışlamaq istəyirsən Allahdan, hansı adına istəyirsən? Əl-Qafur, Əl-Qaffar, Əl-Afuvun. Məsələn, Allahdan tövbə istəyirsən, nə ilə istəyirsən? Ət-Təvvəb. Allahdan məsələn şəfa istəyirsən, nə ilə istəyirsən? Əş-Şəfi. Hamısı bunlar Allahın adlarına uyğundur və bu adda Məcidlə Həmidsə, bütün bu dualar adların hamısını özünə əhatə eləyir. Çünki Allah bütün sifətlərində, adlarında tərifə layiqdir və bütün ad və sifətlərində əzəmətlidir, mülki əzəmətlidir onun. Yəni, mülkündə o qədər böyüklük var ki, onun mülkü azalmır onun. Nə qədər istəsə verir. Və bu insana nəyə göstərir? İnsan daima Allahdan dayanmadan istəməlidir, dayanmadan ümumiyyətlə Allah tərifləmək və istəmək. Və həmçinin də qulun Allaha ən yaxın olan məqamlarından biri də Allaha tərifləməsidir, onu təzim eləməsidir və onu deməli uca tutan və onu məth edən bütün o əzəmətli şeyləri dilinə gətirməsidir. Bu da harda var ən çox? Allahı ən çox tərifləyən, Allahı ən çox uca tutan nədir? Allahın kitabı. Allahın kitabı qədər Allahın özünü tərifləyən heç nə yoxdur. Ona görə də Allah niyə görə sevir qulunu oxumağı, Quranı? Bir də odur. İnsan nə qədər Quran oxusa Allah onu sevir. Quran qiyamət gün şəfaətçi olacaq. Gələcək deyəcək ki, ya Rəbbi, bu məni oxumurdu. Bu məndən qaçırdı. Ya Rəbbi, bu məni oxuyurdu. Ya Rəbbi, bu hər dəfə məni oxuyurdu. Peyğəmbər gəlib şikayət edəcək. Ya Rəbbi, bu adam, bu qövm Qurandan üz çevirdi. Hətta alimlər deyirlər ki, 3 gündən artıq Quran oxumayana tövbə düşür, tövbə eləməlidir. Quran oxunmalıdır. Və kim Quran oxuya bilmirsə öyrənməlidir. Qabağına məqsəd qoymalıdır ki, mən niyə Quran oxuya bilmirəm? Nədir mənim qabağım ona? Dünya işlərində hər şeyi mən bacarıram. Hər işimə aid olan şeyi öyrənirəm. Niyə Allahın kitabını öyrənə bilməyim mən? Allah özü Quranda mənə söz verir. Mən bu kitabı asanlaşdırdım. Mən bu kitabı asanlaşdırdım ki, onu oxuyasınız, onu əzbərləyəsiniz. Hanı eləyən var, yoxdur. Və sən Allahın kitabını oxumayandan sonra necə Allaha yaxınlaşa biləcəksən ki? Və hər hərfində 10 savab var. Hər hərfində. Heç bir zikirdə elə şey yoxdur. Əliflə mim 30 savab qazandı. Fatihədə 1000-dən çox savab var. Təsəvvür, Quranı sən hər dəfə xətm 300 min, 3 milyon nə qədər savab var deyirlər, təxminən. Yəni, gör, insan bu qədər savabı necə itirə bilər? Və Allah Subhanahu özü Quran-ı Kərimi əzəmətli adlandırır. Nə deyir? Xeyr, o şanlı Qurandır. Və başqa ayda Allah Subhanahu buyurur ki, Qaf vəl Qur'anil Məcid. Qaf, and olsun şanlı Qurana. Yəni, Quran qədər
Allah'a tərifləyən demək ikinci bir əzəmətli şey yoxdur. Və həmçinin də Şeyx buyurur ki, Quranın məcid deyilməsi onun dəyərinin uca, məqamının yüksək, şərəfinin böyük olmasına görədir. Ona nə önündə, nə də arxasından batil yaxınlaşa bilməz. O hikmət sahibi hər cür həmdə layiq olan Allah tərəfindən nazil edilmişdir. Subhanallah, Quran, Allah subhanə deyir, Quran dağa nazil olsaydı parça-parça olardı. Yəni, Quranın ayələri. Bizim qəlblərimizi Quran ayələri təsir eləmir. Niyə görə? Çünki qəlblərdə problem var, düzəltməlidir qəlbi. Allah möminləri tərifli möminlər o kəslərdir ki, Allahın kitabı oxunduğu zaman onların qəlbinə qorxu düşər. Ətləri ürpəşər. Cəhənnəm ayəni eşitdikləri zaman. Və sonra Allahın rəhmətini xatırlayarlar, rahatlanarlar. Sahabələrdən olur. Adı yadımdan çıxıb. Quran oxunduğu zaman mələk gəlir, mələklər. Az qalsın, uşağı tapdalasın və saxlayır Quranı. Peyğəmbər səsəmin deyib Beyyinə surəsini oxuyur, səhvlərimiz. Peyğəmbər, yox, başqa, Beyyinə oxuyur. Gəlir deyir ki, səhərə kimi, əgər oxusaydın, səhərə kimi mələklər deyən qulaq asarlar. Allah subhanətə, Peyğəmbər o Beyin köyədə nə deyir? Allah subhanətə sənin dilindən Beyyinə surəsini oxumağı sevir, deyir. O da ağlayır, deyir, subhanallah, Allah subhanətə mənim adımı çəkdi, deyir, bəli. Gör, Allah subhanətə sevir qulundan dinləməyi və sən isə qaçırsan, oxumursan. Və sənin gündə Qurandan vaxtın olmalı, 10 dəqiqə, 20 dəqiqə Allahın kitabını oxumalısan. O sənə cənnət qazandırır. Və həmçinin də Allahı sevən, Allahı tərifləyən, Allahı uca tutan məqamlardan biri də Allahı zikr eləməkdir. Təkbirlə, təsbihlə, subhanallah deməklə, təhlillə, yəni la ilahe illallah deməklə və ən çox Allahı zikr. Və bu da insana elə bir şey qazandırır ki, alimə gətirirlər ki, dünya və axirətdə xoşbəxtlik. Və Allahı zikr eləyən ən böyük məqamlardan biri də bax bu məclislərdir. Elm məclislərdir. Fikir verin, İmam Buxarinin səhihində zikr etdiyi hədisdə, Əbu Hüreyrə radiyallahu anh gələn hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, Allahın yollarda dolaşıb Allahı yad edən insanları axtaran mələkləri var. Yollarda gəzirlər onlar. Allahı zikr. O fikir ver. Sən təsəvvür elə ki, sən musiqi məclisindəsən. Heç vaxt sənə mələk yaxınlaşmayacaq. Sən əksinə şeytanların yanındasan. Amma sən Allahın xüsusi mələkləri var ki, onlar Allahı zikr edən, Allah üçün toplaşan insanları axtarırlar. Onlar Allahı yad edən bir cəmaat gördükləri zaman bir-birlərini çağırıb nə deyirlər? Axtardığınızın yanına gəlin. Bir-birlərinə xəbər verirlər. Subhanallah. Və sonra onlar bu cəmaatı öz qanadları ilə dünya səmasına əhatəyə alırlar. Öz qanadları ilə. Elə həmin vaxt Rəbbi mələklərdən onlardan daha yaxşı bildiyi halda soruşur. Şahid olaraq. Allah bilir onlar necə yığışıb. Sadəcə şahid olaraq soruşur. Qullarım nə deyirlər? Neysə toplaşırlar ora? Mələklər, onlar sənin şəninə təriflər deyirlər. Allah subhanə deyir ki, məgər onlar mənə görüblər? Subhanallah. Və mələklər deyir, xeyr, vallahi onlar səni görməyiblər. Onlar səni görməyiblər. Allah soruşur, bəs məni görsəydilər necə olardı? Və onlar deyir ki, səni tərifləyər, səni həmçənə təqdis edər və səni şəni uzatdardılar. Onlar məndən nə istəyirlər? Onlar məndən nə istəyirlər? Fikir ver. Sonra Allah subhanə onlar məndən nə istəyirlər? Və Allah subhanə mələklər deyirlər ki, onlar səndən cənnəti istəyirlər. Allahu akbar. Allah soruşur ki, məgər onlar cənnəti görməyiblər? Onlar cənnəti görüblərmi? Mələklər deyir ki, xeyr, ya Rəbbi. Vallahi ki, onlar cənnəti görməyiblər. Allah soruşur, bəs onda görsəydilər necə olardı? Subhanallah. Necə istəyərdilər onlar? Və sonra deyir ki, onlar mənə nəydən sığınırlar? Mələklər deyirlər ki, onlar sənə cəhənnəm odundan sığınır. Allah subhanə deyir ki, məgər onlar cəhənnəmi görüblərmi? Mələklər deyir, xeyr, ya Rəbbi, vallahi onlar cəhənnəmi görməyiblər. Allah soruşur, bəs onda görsəydilər necə olardı? Mələklər deyir ki, əgər onu görsəydilər, ondan daha çox uzağa qaçmağa çalışar və ondan daha çox çəkinərdilər. Allah buyurur ki, şahid olun ki, mən onları bağışladım. Bu vaxt mələklərdən biri deyir, bu cəmaatın arasında olan filənkəs onlarla yoldaşlıq edən kimsələrdən deyil. Əgər gəlib elə-belə bura. Gəlib, məsələn, bir nəfərin işi olub, gəlib oturub olan yanı, və yaxud da görüb cəmaatı, bu da gəlib elə-belə oturub orada. Sadəcə olaraq öz ehtiyacı üzündən ora gəlib. Onda Allah buyurur ki, bunlar elə insanlardır ki, onlarla oturub duran adam bədbəxt olmaz. Fikir ver, hətta Allah onu da bağışlayır. Və Şeyx sonda buyurur ki, deyir, bu
öz ehtiyacına görə ora gələn adamın halıdırsa ya, Allah üçün bu məclislərə gələnlərin vəziyyəti görə Allah yanı necədir? Ona görə insan gərək Allahın sevdiyi belə məclisləri buraxmır. Xüsusən də bu dövrdə, bu fitnəli vaxtda tapılmayan belə bir şeydə Allaha dua eləyək ki, Allah bizi sabit eləsin və belə məclislərimizi qorusun. Düzün Allah bilir və sallallahu nəbiyyə Muhammedin və alə əli sahbə ecmaîn.